Salam aleyküm. Salam əziz və hörmətli dostlar. Xoş gördük. Mən hər gün çalışıram ki, yenə bu kitabdan bir neçə səhifə oxuyayım və bu günləri bu Hünər-i Cəng adlı kitabdan tərsə görsənir orada. Mən o cür görürəm. Hünər-i Cəng adlı kitabdan ki mən bunun şeyini oxuram. Dökür Həsən Həbibi yazdığı tərcüməni oxuram. Dostlardan biri bir ayrısın mənə adın dedi, axtardım gördüm vardı, amma o kağız üzərində satılır. İnternetdə mən tapanmadım, download eləyəm. Müqayisə eləyəm, görəm ki, nə qədər orada əl aparıblar, nə qədər o kitabda təhrif eləyiblər. Amma hər halda təhrifsiz İranda kitab çap olmaz, mütəəssifanə. Hər halda bu kitabın yazarı Çinlidir. Deyirlər ki, deyəndə yəni inanmayaq çox. Özümüzü qoymayaq ki, bunlar düz deyirlər. Çünki dostlar, kitablarda çox binəhayət yalan yazırlar. Kitablar, yəni insanlar çox yalan danışırlar, kitablardan öyrəşirlər. Yəni kitablar yalanların mənbəyidir. Mən bu haqda Günaz TV-də 34 dana bərnamə düzəltdim, yaydım. Şosteşuye məğzi adında farsıdır. Və düzün axtarsanız bu günləri, keçən günlərdə, keçən 2-3 həftədə yazdığım qısa məqalələr ki, sizinlə də Instagramda paylaşmışam, onları istirdim qoyam öz weblogıma, insafeli.blogspot.com-a ora qoyam. Gördüm ki, onlara əks qoymaq üçün getdim Günaz TV-dən o şosteşuyi məğzi olanları gətirəm qoyam ora. Və gördüm ki, nə qədər mənim yazdıqlarım şosteşuyi məğzi haqqındakı mütaliə eləmişdim. Günaz TV-də onları aparacaqdım. Onların hələ bir çoxunu aparmamışam. Və nə qədər mövzular tapdım ki, bunlarda təhqiq eləməlidir və üstündə işləməlidir ki, görək nə cür olur. Məsələn, mən kitab dərsi haqqında orada bərnamə aparmışam. Amma bu ki, xanımların zehnin nə cür şosteşu elirlər, onu aparmamışam. Bu məsələn bir şeydir. Dövlət nə cür şosteşuye məğzi, əsas özün dövlətçilik və dövlət özü nə cür insanları şosteşuye məğzi elər, bu ya beyinlərin yıxar, bunun üstündə danışmamışıq. Ya məsələn o şeylərdən ki, yadmış qudrət. Qudrət özü insanları şosteşuye məğzilər. Məsələn, bir nəfər biləndə ki, mənim doşturam var, İranda niyə hamıya doştur? Baxın, dünyada doştura mədrəki Amerikadan, Avropadan çıxıb da, yəni bir dənə mədrək ki, bunlarda veriblər. Və doştura mədrəki əslində bu anlama gəlir ki, bu adamın kitablarda, elmi sahələrdə yazılan düşüncələrdən fərqli düşüncəsi var. Və səlahiyyəti var bu düşüncəni deyə. Tamam, bu həddə. Doşturanın mənası budur. Amma indi İranda görürsünüz ki, hər kəsə döştür deyirlər. Amma burada döştür deməzlər. Məsələn, mən indi döştürüm vardı, mənə müayinə edir. Ona istəyirəm bir e-mail yazam ki, döştür. Məsələn, filan şey lazımdır. Ya filan şey mən... Məsələn, deyək, mən indi təsadüf eləmişəm. Mən BİM-yə gərək güzariş verəm. BİM-ə mənim maşınımın xəsarətini verə, ya özümə bir şey verə, xərcləyəm məsələn. Bunu gərək döştürə yazam ki, o döktür ki, məni müayinə edir, ona yazam ki, döktür, məni, məsələn, dava dərmanımı bu şirkətə yaz, BİM-yə yaz. O da oradan ki, orada mən yazıram döktür. Amma onun mətəbbinə gedəndə də demirəm döktür. Məsələn, mənim özümün döktürümün adı Martin Şəkdir. Mən döktür Martin Şəkə gedəndə deyirəm ki, Martin, yəni kiçik adını deyirik, hətta Şəkin də demirik, Martin. Burada heç kəsə deməz döktür. Necə ki, məsələn, prezidentlərə baxırsınız, rəis cümhurlara baxırsınız, vəzirlərə baxırsınız, nümayəndə məclislərə baxırsınız. Bunların hamısı yuxarı səviyyədə təhsilatı almış adamlardır. Məsələn, fikrim bir Reyqandan sonra ki, Reyqan nəzərimə gəlir, çox təhsilatı yox idi, baxmamışam. Gələ də bilmirəm, bəlkə onun da təhsilatı yuxarıdır. Amma burada hər halda qərb məmləkətlərdə onlar ki, məclisə gedirlər, senator olurlar, fərmandar olurlar, bəxşdar olurlar, nə olurlar, hamısı dökturaları var. Amma siz bir dəfə görməsiniz, deyərlər ki, Dr. Biden ya Dr. məsələn filan kəs, eşitməzsiniz. Radio, televizyonlar deməzlər. Çünki
adamın işi başqa bir şey, o da savadı başqa bir şey. Və adamları şəxsiyyəti ilə və adları ilə tanıyırlar. Nə ki işləri ilə. Məsələn, heç kəs deməz ki, Nəccar Fulani. Bu, hər halda bunlardan çıxaq, gələk kitabımıza. İstədim deyəm ki, biz yalanlar kitablarda yazılar və biz İranda yalanları çox sevərik. Çünki əgər desək ki, döktürünlə tərəfuq, İnsafəli Hidayət, döktür İnsafəli Hidayət. Burada çox adam dinməyəcəkdir, oturacaqdır, qulaq asacaqdır. Yəni, bu düz deyir. O halda ki, bunu bilin, İnsafəli Hidayətə döktürdü, o döktürür xəddinə qədər bu yalan kitablar oxuyubdur və yalan kitablardan sizə deyəcəm. Çünki kitabların hamısında tamam sözlər ki, yazılır, düz deyil. Ola bilər mühəndislikdə yalan olmasın, ola bilər döktürlükdə yalan olmasın, fizikdə yalan olmasın, riyaziyyətdə yalan olmasın, şimidə yalan olmasın. Amma fəlsəfədə, dində, məntiqdə, coğrafiyada, nə bilim, siyasətdə, rəvanşünaslıqda, camiyyəşünaslıqda və bunların hamısında yalan, kitablarda olurdu yalan. Tamam. İndi kitabın 13-cü kitablarda yalan olar. Kitablara çox da həmişə şəkk ilə oxudur. Həmişə şəkk ilə oxudur. Xüsusən o kitablar ki, farslara görə yazılıbdır dünyada və o kitablar ki, farslar yazıblar ya tərcümə ediblər. Kollən onlarda şəkk eləyəcək. Kollən. Bu qanun. İndi gəldik. 64-cü səhifənin son 2-ci paragrafından başlayırıq oxumağa. Mütəəssifanə kitabın özündə belə, məsələn, şumarə üzü ilə yazırlar, ədəd üzü ilə yazırlar, 1, 2, 3, 4, 5 yazır, məsələn, burada fikirləri qoyur ortaya. İndi burada 2 dana 12 var, məsələn. Burada demək olar çırıxıbdır. Burada demək olmaz ki, bunlar əmdən yazılır, amma çırıxıblar. Bu çırıxmaq olar, bu da təbiidir, yəni buna irad çıxartmırıq. Editor işğalıdır bu. 1-ci 12-də yazır ki, ondan bir sətir qabaqda yazır ki, onu oxumuşuq, heç ora qeyd etməyək. Zira in senx karşınas بدون رفتار خطا پیروزی های خود را به دست می‌آورد. Üstəki cümlədə demişdi ki, əgər düşməni savaşmadan təslim eləyəsiz özünüzə, düşmən sizə təslim ola, siz böyük savaşçısınız. Böyük düşünürsünüz, böyük stratejisiniz. İndi ona görə deyir ki, bu cür bir karşınas dedik, mütəxəssis. İranda bu karşınas sözün mühəndis və döktürün qabağında ulum insanı oxuyanlara verdilər. Bəlli də deyir, yəni mənə karşınas, məsələn, biz neynərik, gedib dururuq, işin orada baxarıq, görürük ki, məsələn, çünki şinas orada gəlir da, şinas orada gəlir, bir dana bir şeyə baxasan, görəsən ki, nədir? Biz axı özümüz oxumuşuq, indi baxırıq, görürük ki, bu biraz çox əcib gəlir mənə. Hər halda mütəxəssis, xətası olmayan bir mütəxəssis, savaş mütəxəssisi, əgər qan töhmədən, savaşmadan düşməni təslimə məcbur eləyibdirsə, bu bəlli ki, yaxşı bir mütəxəssisdir. بدون رفتار خطا یعنی هر کار که بکند پیروزی رو تضمین میکنند. Xətasız iş nə deməkdir? Burada bu kitabda mənzuru, bunu geridə bu özü yazır, onun adına yazır ehtimalən. Dökür Həbibi onun adına, yazarın adına yazır. Sun Tizo bunun adını yazır. Deyir ki, əgər bu xətasız iş yəni nə mənə? Xətasız iş deyir ki, siz hər iş görəsiniz ki, savaşmadan o işlərin sonucu düşmənin yenilməsi olar, şikəst olar. Və düşmən ki, zaten şikəst xorda əs məğlub nümayid. Düşmən ki, sizin psychological war, yəni ruhsal savaş, cəngi rəvani, iqtisadi savaş, casuslar savaşı, içində ixtilaf yaratmaqlar filanla öz-özünə sınmışdı içəridə. Fəqət siz onu indi cipədə getdiniz, təslim oldu. Şenho adlı bir mütəxəssis də deyib ki, این گونه کارشناس در برنامه ریزی خود هیچگاه دست به حرکت بیفایده نمیزند. Belə bir mütəxəssis ki vardı, bu heç vaxt
öz nəxşələrində bir düşməni təslimə vadar eləmək üçün, məcbur eləmək üçün heç vaxt faydasız bir iş görməz. Həmişə o hər bir addım ki götürür, düşməni yıxmaq üçün götürür. Düşməni biraz zəiflətmək üçün götürür ki, sonucu yıxılmaq olsun. Diqqət buyurun, bu çox mühümdür. Biz əgər Güney Azərbaycanda fəaliyyət edirik, bizim fəaliyyətlərimizin hamısı hər sahədə olur olsun. Nəqqaş olur olsun, saxtıman olur olsun, mühəndis olur olsun, döktür olur olsun, pərəstar olur olsun, nə bilim, vəkil olur olsun, kitab yazan olur olsun, ruznamenigar olur olsun. Hər nə işdə ki oluruq, çalışırıq, hamımız gərək bu hədəfinə işləyək ki, düşmənə hər addımımızda bir zərər vuraq. Düşmən kimdir? Fars dövlətçiliyi və Fars millətinin üstünlüyü. Bunu yıxmaq üçün biz tamam addımlarımız bu yolda götürməliyik. Əgər bu yolda olmasa bilin ki, hərzə gedirik, hədərə gedirik. Gücümüzü, imkanlarımızı hədərə veririk. Və در مورد استراتژی هیچ گامی را بیهوده بر نمی‌دارد. استراتژimiz nədir? Düşməni zəiflətmək və yıxmaq və təslim eləmək və özümüzün dövlətimizi qurmaq. Pəs bizim heç bir işimiz gərək bundan eşiyə olmasın. Əgər indi mən bir söz deyəm ki, burada dostlarımız ki, milli hərəkətdə çalışırlar, onların birin nayrahan eləyəm, küstürəm, yoldan çıxadam. Bilin dostlar, əgər belə bir şey olur, bilin bu bilə-bilə, bilməyə-bilməyə stratejini bilmir və düşmənin xidmətindədir. Çünki əvəzin ki, düşmənin içinə ixtilaf sala, öz içimizə ixtilaf salır. Bu bir bilə-bilməyə, yaxçı niyyəti ola, pis niyyəti ola, bu yolda hərəkət edir. Çünki milli hərəkət dediğin şeydə bir hizb yoxdur, bir düşüncə yoxdur. Yüzlər, bəlkə yüzlər min insan, yüzlər min fikir ilə, düşüncə ilə çalışırlar. Amma əgər bunların hədəfləri, diqqət buyurun, burada mühümdür. Əgər bunların hamısının hədəfləri, hər işləri ilə, hər bir yazı ki yazır, hər bir cümlə ki danışır, hər bir əksi ki payılır, bununla düşmənə bir zərbə vurmaq və onu yıxmaqdırsa və ona təsir qoyursa, bunu görəcək. Amma əgər düşmənə yıxmaq deyilsə, öz içimizdə bizi bir-birimizin canına salmaqdırsa, o düşmənə xidmətdir. Və həmin dəlil sərfərmandehi 12-ci və son sətir. به همین دلیل سرفرمانده زبردست طوری کار می کند که تا در موقعیت قرار گیرد که از şikəst در امان باشد. Bir dana fərmande işlərin bir cür görər ki, bunun işləri özünün yenilməsinə səbəb olmasın. Belə olmasın ki, düşmən bizdən qazanc alsın. Biz gərək düşməni qazanaq işlərimizdə. Əgər biz bir iş görürük ki, ondan düşmən qazanırsa, biz düşmənin ixtiyarında yox. İstər istəməz. İstər istəməz. Deyir ki, düşmə bir zəbərdəst, təcrübəli, düşüncəli, ağıllı bir fərmandeh ya bir fəal milli, bir vətənpərəst, bir millətpərəst, bir Azərbaycançı. Deyir bu belə işlər görər ki, düşmənin buna şikəst verməsindən uzağa dursun. Düşməni Azərbaycan millətin, düşmən ki Farsda Azərbaycan millətin yenməkdən uzaq saxlasın. Vey برای تسلط بر دشمن هیچ فرصتی را از دست نمی‌دهد. Belə bir milli fəal düşmənə müsəllət olmaq üçün, düşməni yıxmaq üçün və öz hökumətini qurmaq üçün heç bir kiçik fürsəti də əldən verməz. Çünki hər kiçik fürsət bizə bir böyük imkandır. Düşməni yenmək üçün. Biz baxmayaq ki, bu fürsət nə qədər kiçikdir. Mühüm budur ki, biz bundan nə qədər istifadə edirik. İndi məsələn, o nədir? Həddad adil gəlir Azərbaycan, Ərdəbilə və hər yerə. Fərq edin. Fərz eləyin ki, gəlir bura. Fərz eləməyin, gəlir də. İndi əgər biz eləyə bilək, onu qoymayaq Azərbaycana. Bu bizə fərqdir. Birincisi budur ki, qoymayaq Azərbaycana. Məsələn ki, furqahın qabağını bağlayaq, qoymayaq oradan çıxan maşınlar şəhərə girsin. Bu bir yoldur. İkinci yol budur ki, biz, məsələn, bu adamın suxənranlığını qoymayaq olsun. Qoymayaq girsin o yerə ki, suxənranlıq edəcəkdir. Bu da bir yoldur. Şikəst verdik. Üçüncüsü budur ki, üçüncü mərhələdə budur ki, onun suxənranlığında huzurumuz olur və şüarlarımızı qışqırırıq. Yaşasın Azərbaycan, ölüm olsun düşmənə,
Türk, Fars, Kürt, Fars, Erməni, bunlar, bu şüarları deyəcəksən, orada onun sözü eşidilməyəcəkdir, danışmayacaqdır, görəcəkdir ki, ana dilini istirik onları deyəcəksən, hər kəsin mədrəsəsi olmalıdır, bizim dilimiz rəsmi olmalıdır, milli hökumət qurulmalıdır, diqqət buyurun. Bunların, bu şüarlar onları dalı oturdacaqdır. 14-cüyə, 13'ü, 12 yazıblar, amma 14'e ilə eləyiblər 14. بدینسان ارتش پیروز ارتشی است که قبل از آنکه در صدد نبرد برایت پیروز باشد. پس o millət zəfəri qazanar, udar ki, düşməni yener ki, savaşmadan önce düşməni təslimə məcbur eləmiş olsa. Bedinsan ərteş-i piruz, ərteş deyin millət, ordu. O elə bil ərteşdir ki, savaşmadan önce düşməni yenib və düşmən ona təslim olubdur. Ərteş ki şayiste şikəstə است بدون امید غلبه می‌جنگد. Deyir ki, o millət ki şikəstə layiqdir. Layiqdir ki şikəstlisin. Elə bir millətdir ki, savaşmadan öncə təslim olubdur. Məğlub olubdur. Yəni ruhunda məğlub olubdur. Mütəəssifanə biz bu ləyaqətsizliyi yaşırıq. Çox təəssüflə biz dədələrimiz çox ləyaqətsiz bir millət oldular. Və ləyaqətsizcə yaşadılar. Ləyaqətsizcə də öldülər, getdilər və bizləri öz ləyaqətsizlərinin qurban elədilər. Bizim 2-3 nəslimiz onların ləyaqətsizliklərindən çıxalar, öz dövlətlərini quralar, onlar 1000 insan qurban verdilər. Amma dövləti olmayan bir millət çətin zəfər qazanar. Xüsusən bu əsrdə. Qədim əsrlərdə bir nəfər çıxardı, Səttarxan kimi, filan kimi gedərdi, savaşardı, zəfəri qazana bilərdi. İndi dövlətlər o sistemdə deyirlər. Daha güclü, daha imkanatlıdırlar, onun üçün də bu çətindir. Du Klişing vabəstə bir V.E. میگفت bir dana bu bəllidir, türk deyil. Türkçə dedik, indi ya İngilis ad ləqəbdir xanlara, ya Portugal, İspaniya, bilmirəm, hər halda onların bir ləqəbidir. V.E. Çində bir silsilədir. Biz al deyirik, Duduman deyirik, Xanidan deyirik. Məsələn, Osmanlılar, Qacarlılar, nə bilim, Səfəvilər, bunlar kimi bir hakimiyyətin adıdır. Görürsünüz, Çin deyilmir. Çünki hər bir dövlət o dövlətdə olan başçıların adı ilə gələr. Onun üçün deyir ki, قبل از هر چیز صفاتی که برای یک فرمانده ضرورت دارد عبارتند از bunu dünən oxumuşam. Nədir oldu bu günlərdə ki oxuyuram buranı? Çox cəlibdir. Bunları mən dünən oxumuşam. Amma yenə oxuram. Bəlkə də o birisi səfədə idi. Bunları oxuyubdur. Yox. Bu bir yerdə oxunub. Mən belə bilirəm, özüm oxumuşam bunu, amma biraz sürətlə oxuyuram. Tamam, görürük ki, necə olubdur bu. Bəli, bunları oxumuşam. Mən ta onun adının yanında bunları oxumuşam, gəlmişəm bura. Bunları dünənki də şeydə oxumuşam. Bəli, Nasır Nizami ibarətən də bunları da oxumuşam. Elə ehtimalə mən bunun 66-cı səfərdən başlayacaqmışam. Mən 64-dən başlamışam. Çox üzr istəyirəm. Bu 16-cı bəndidə deyibdi ki, 66-cı səfərdə. Çünki gördüm, bunları mən oxumuşam. Be hər hal, ənasır hünər-i nizami ibarət edər. Ordunun ünsürləri, o şeylər ki, ordunu düzəldir və ordu onların üstündə dayanıbdır, onlar nələrdən ibarətdir? Biri, bunları da dünən demişik, biri məkan, fəza, nə cür bir yerdə qalır? Fəza dediyiniz yenə atmosfer, o çevrə daha bizdə gözəldir. Çünki fəza göyə deyirik farscada, məkanda yerə deyirik. Amma bizdə çevrə deyəndə, yəni hər nə ki bu ordunun ya bu milləti qucaqlayıb içinə. Ona deyirik çevrə.
Muhit, farsça, o da ərəbcədir, türkcə, farsça deyil. Təxmin məqadir. İkincisi budur ki, təxmin veririk ki, nə qədər gücümüz var ya düşmənin gücü var. Belə, bu cür bir şeylər. Mühasibat, hesablar. Ərtəşdə orduda çoxlu mühasibələr var. Yemaqlar lazımdır, ciyimaqlar lazımdır, dava dərman lazımdır. Bunları mühasibə elərlər. Yəni, hesab üzü ilə deyər, mən gedirəm bu savaşa, mənə bir belə dava, bir belə döktür, bir belə dərman, bir belə bimaristan, təxt, filan, bəhman lazım olacaq. Bir belə benzin lazımdır, bir belə fişəh lazımdır, bir belə top lazımdır. Bir belə. Bunların hamısı mühasibə olar. Hesab olar, dəqiq bilərlər nə qədərdir və məmulən bir neçə faizdə, məsələn, deyək 15-20% izafi götürərlər. Bir mövqeyə dəyişər macera. Müqayisə və tətbiq ehtimalat-ı piruzi. Bunlar olardır. Müqayisə elərlər iki ordunu və bunları bir-birinə tətbiq verərlər, görərlər ki, nə cür deyil, ya stratejiləri bir-birlərinə tətbiq verərlər, düşmənin stratejisi bu olacaq, bizimki bu olacaq. Bunlar hamısı ehtimalat-ı piruzi nə şəkillərlə biz piruzluq qazana bilirik, zəfər qazana bilirik, ya qazanmarıq. Ərziyabi məkanra در رابطه tabi با زمین است. Hər halda yeri, oradakı deyirik çevrə yəni yer, göy, hava, yağış bunlar. Kəmiyyat və məqadir naşi az təxmin az ərqam və məqadir və tətbiq və müqayisə ərqam və ehsas piruzi dərar. Bunların hamısının üstə demişəm, onun üçün bunları dünənləri demişəm, sürətlə gedim. Bu bir səfədən az qalır. 66 və 67-də də bir paragraf var. Bunu tutaraq keçək təzə bəhsə, çünki mühüm bəhs oradan başlayır. مقصود از زمین فواصل و هم تیپ و نوع زمین است و مقصود از ارزیابی محاسبه است. Dedik ki, yerin dağ var, dərə var, daşlıq var, qumluq var, bəzi yerdə məsələn ət torpağı var, su gəlsə bunun üstündən lığlar, axar və yıxar, bu cür bir şeylər. پیش از آنکه ارتش به حرکت درآید در مورد درجه دشواری و مشکلات زمین دشمن مستقیم بودن یا پیچ و خم داشتن جاده و رقم نیروهای دشمن، اهمیت وسایل و تجهیزات جنگی وی و روحیه دشمن mutaliə və bərrəsi surət müştər. Bundan öncəki deyir düşmənə həmlə eləyəsiniz. Əvvəl gərək bunları biləsiniz. Dedim, bu haqda bizim bir Türkiyə televizyonları bizə böyük mənbə və qaynaqdır. Məsələn, dünən dedim, satır arası ya satırlar arası adlı bir program var. Bizə çox gözəl bu Ukrayna, Rusiyənin savaşını göstərir və burada çox gözəl bunları analiz edirlər bu bərnamədə. Və biz buradan çoxlu şeylər öyrəşirik. Yerə görə, suya görə, çörklərə görə, karxanalar var, bimaristanlar var, filanlar var, bəhmanlar var. Bunlar nədir? Bunlara görə nirular hardadır, neçə nəfər buradadır, orada nə təchizat var, burada nə təchizat var, hangi məsələn bəndər mühümdür, harda hangi millətdən ya hangi dindən var. Diqqət verin, bunlar çox mühümdür. Bunları əvvəlcə o düşmənin hangi silahları mütəxəssisi var, bu silahlardan nə qüdrətdə istifadə edə bilirlər ya istifadə edə bilmirlər. Belə bir şeylər bizim savaşa girmədən öncə bunları görməliyik. Güney Azərbaycandan da gələndə yenə də biz məsələn şəhərimizdə məscidlərdə olan paygahlarda kimlər var? Pasgahlarda kimlər var və neçə nəfər var? Bunların evləri hardadır? Bunların əhləyalları nə cürdülər? Bunların keçəcəklərində nələri var idi, indi nələri var? Bunlar hangi idarələrdə işləyirlər? Hangi idarə hardadır? Qapıları, hangi qapıları var? Gizli qapıları hardandır? Ələni qapıları hardandır? Məsələn, hər təbəqədə nələr var? Zerzəmilərində bunların nələr var? Ərz edeyim, polis hardadır? Nə bilim, ittilaat hardadır, ərteş hardadır, sipah hardadır. Bunların hamısının yerin bir zindanlar hardadır. Örtülü zindanlar, gizli zindanlar, məmuli zindan. Zindanın hangi qismətində, hangi bölümündə kimlər olur, hangi bölüm hardadır coğrafiya olaraq, bunları düşünürsünüz. Bunları axtarırsınız, tapırsınız və toplursunuz bir yerə. بدینسان ارتش پیروز نظیر نیم رتل است که در مقابل یک دانه قرار دارد. ارتش شخص نظیر دانه است که در برابر نیم رتل قرار دارد. Rətl dedikçe dolçadır. Bizdə fikir edirəm belədir.
əgər iştibah eləməsəm. Nəzərimə gəlir ki, rətl də ərəbcə sözdür. Bir ləhzə çırıxdım ki, dolçuya ərəbcədə bir ayrı bir şey deyir. Ona görə burada biraz dayandım. Deyir ki, nəzərə gəlir ki, bir dənə dolça, bir dənə dənə. Dolçanı yarımca doldurun buğda ilə, bir dənə də ordu qoyun qabağına. Bununla bunu müqayisə edin. O ərteş ki, yenir, piruzdur, zəfəri qazanıbdır. O ordu, o millət bir yarım dolçuya bənzir. Həmişə yarım görsədirlər. Çünki deyirlər ki, bu livanın yarısını görün, dolu yarısını görün. Boş yarısını görməyindir. Deyir ki, yəni bunun üstü boşdur, daha tərəqqi eləyə bilər, daha çox ola bilər, ona görə deyir. Amma o şikəst yemiş ordu bir dənəyə bənzir ki, o dolsa da yarım dolsa dənə var onların qabağı. Çünki sınan şeyin bir millət olmağına baxmayın. Elə ki, sındı bir adama bənzər, qorxaq adama. Güney Azərbaycanlılar bir qorxaq adama bənzirlər. Ərəblər bir qorxaq adama bənzirlər. Bəluçlar bir qorxaq adama bənzirlər. Keçən 100 ildən danışıram. Danışmıram. Mövqeyiyyətləri danışmıram ki, məsələn, deyək ki, Xiyabani inqilab eləyibdir, deyək ki, Pişəvəri inqilab eləyibdir, deyək ki, 57 inqilabı, deyək ki, 85 cərəyanları, bunlardan danışmırıq. Bunlar istisnaidirlər tarixdə. Və çox vaxtda bizim əlimizdən eşikdədirlər. Bizim iradəmizlə olmayıbdır. Məsələn, 57 bizim öz iradəmizlə olmayıbdır. Bizi BBC İngilistan qrup verib dədəsinin köhnə borcuna. Və farslar bu günləri yarım dolça kimidirlər. Yarım dolça dolu dəni ilə. Çünki biz təslim halətindəyik. Beləsin. Hər halda, orada o rətlə biraz mənim zehnimi qatdı. Beyon nehonəri آمادگی و آرایش لشکریان است که یک ژنرال پیروز میتواند آنها را وادار به کارزار کند. دیر بو bir dana ژنرال، bir dana millətçi, bir dana stratejist millətçi, bir dana jurnalist millətçi, bir dana mekanik millətçi, bir dana elektrikçi millətçi, bir dana döktür millətçi, bir dana mühəndis millətçi, bir dana cərrah millətçi, bir dana vəkil millətçi və. Bunlar deyir ki, özünün güclər ki, əlində vardı, ya millətində vardı, bunları sazmanlatsa, təşkilatsa ki, harda nəcr olsun, eləyə bilər ki, qazansın savaşı. Və düşməni təslimə, ya savaşmağa və ya təslimə məcbur eləsin. Deyir ki, belə bir savaş ona bənzir ki, abi این گونه کارزار نظیر اثر آبی است که یک باره از ظرفش خالی می شود. Deyir ki, elə ki siz bunu düşməni savaşmadan təslim elədinizsə, buna bənzər ki, elə bir ki, birdən-birə düşməni bir istikan fərz edin, bir bardaq fərz edin ki, onu birdən çevirəsiniz, onun suyu tökülə yerə. Deyir, düşmən belə olar. Elə bir çevirdiniz yerə, tökülə yerə. Yəni, onun ordusunun olmağının ərzişi yoxdur. Dedi, o rətli danəni də bunun qabağında qoyun ona da. که یک باره از ظرفش خالی می شود و گودالی بی انتها فرو می ریزد. شکسته gedir. Godali bi intiha şikəst. Şikəst özü bir ruhiyyədir, dostlar. Bir şikəst ruhiyyəsi bir millətdə yaransa, o millət çətin qutara bilər. Mən bu mənim düşüncəmdir ki, 2 ildir bunun üstündə işləyirəm, bundan bir teori çıxadım, şikəst ruhiyyəsindən. Mütəəssifانه hələ bir yerə yetirməmişəm. Təbiət ab iqtiza میکند که از سربالایی بپرهیزد. Su təbiətdə belədir ki, üz yuxarı dırmaşa bilməz. Dağa çıxa bilməz su. Normal budur ki, üz aşağı geçsin. Və becanib zəmini pəst və hərəkət edir. Aşağı tərəfə, alçaq yerlərə gedər su. Hengami ki, sədd şikəst mi şəvəd, amma o zaman ki, bir dana səddi, türkçəsi bəndidir. Bir bəndi sındıraq, ab ba niruyi müqavimət napəzir bir hərəkətlər mi yayır. O zaman ki, bir səddi sındırıq, diqqət buyurun, millətçilik sındı, dövlətçilik sındı. Onda nə olur? Ab ba niruyi müqavimət napəzir bir hərəkətlər mi yayır. Su, şikəst ruhiyyəsi bir dayanılmaz bir güc kimi onun qabağında dayanmaq olmaz. Axar gedər. Be hər hal şəkli ki, ərteş nəzir o əbəz. Bir ordu da su kimidir. Ya axar düşməni aparar, ya da düşmənə təslim olandan sonra
quyuya gedər. Əgər az nəbudən amadəki düşmən bəhri cüyür. O zaman ki, düşmən sizin qabağınızda deyil, bir ayrı yerdə başı qatışıqdır. Başı qatışıq olanda, sizə başı yox ha, bir ayrı yerdə başı qatışıq olanda, ya hazır olmayanda sizin qəflətdə olanda hücum eləyin. Və در لحظه‌ای که حداقل انتظار را دارد و o zaman ki fikirsiz, sakitsiz, aramsız düşmənin tərəfindəsiz məsələn, به وی حمله کنید. ona həmlə edin. Az نیروی وی دوری گزینید. Onun güclü olduqları yerdən uzaqlaşın. Və naustuvariyi vey ra bekubid. O yerdə ki bunun gücləri düzəməlli deyil, ayrılıblar bir-birindən, orada onlara həmlə eləyin. Onları əzin, bekubid əzin. همانطور که در برابر آب نمیتوان مقاومت کرد، هیچ چیز هم نمیتواند در برابر شما مقاومت کند. O zaman ki bir bənd yıxıldı və onun suyunun qabağında durmaq olmaz. Əgər siz də düşmənə belə həmlə eləsəz, düşmən sizin qabağınızda müqavimət eləyə bilməz. Dostlar, 5-ci fəsli başlayır və 5-ci fəsl 69-cu səhifədən başlayır və 77-ci səhifədə qutarır. Yəni, üst-üstə 8 səhifədir. Mən başlayayım, buradan oxuyaq, görək ki, 5-ci fəsildə nə deyir? Köylüm istəyirdi ki, hər fəsli bir gündə ya 2 gündə oxuyaq, amma qatışdırdım. Bu günləri bunu qatışdırdım. 5-ci fəslidə enerjidən danışır. Yenə gedir ruha, insanların ruhsal savaşlarına görə danışacaq. Bizim üçün də bunlar çox mühümdür. Çünki biz birinci dəfə ruhumuzu düzəldik. Son tezo deyibdir ki, کلی فرماندهی بر تعداد زیاد مردان جنگی همانند فرماندهی بر چند تن است. Deyir, fərq eləməz ki, siz 4-5 nəfəri əlinizdə işlədəsiz, onların gücündən faydalanasınız, ya bir ordunu. Deyir, üst-üstə bunlar bir-birinə bənzər. Məsələ-i əsasi, məsələ-i sazmandehi است. Əsli məsələ budur ki, bunları nə cür təşkilatlandırasınız. Məsələn, mənim 2 əlim var. Bunları nə cür bir-birindən işlədəm. Bir şeyi yapışdıram, məsələn, sındıracağım, sındıram. Diqqət buyurun, bu barmaqlar nə cür işləsin. Əgər indi bu barmaqları mən kəssəm, atsam o yüzden bu əl işləməz. İşlər əlbəttə, amma o işi ki, məsələn, bir dana baltanı tutacaq, dağa düşəcək, onu tuta bilməz. Təşkilandırmaq, orduda gedənlər bilirlər ki, nə cür, məsələn, dəstə olar, qurxan olar, qurdan olar, tip olar, ləşkər olar, bunun hər bir şeyi də var. Yəni, içində zirehisi var, piyadəsi var, nə bilim, havayisi var, dəryayisi var. Bunlar hamısı o şeylərdir. برای رهبر یک ارتش نخست باید مسئولیت‌ها را به فرماندهان و جانشین‌های ایشان سپرد. Deyir ki, buna görə ki, bir orduda ordu zəfər qazana bilər, gərək ordunun başındakı adama onun məsuliyyətləri verəsən. Deyirsin ki, bu sənin məsuliyyətində iş gücür. Ya da onun muavinlərinə də bu məsuliyyəti verəsən. Və nəfərat qismətləri müxtəlif را müəyyən saxt. Və hər bölümün özünün, adamların bəlli eləmək. Məsələn, biz əgər bir hizb sahibi olsaq Azərbaycanda, Güney Azərbaycanda, içəridə və bu hizbimiz güclü olsa, məsələn, deyər ki, məsələn, Təbrizi misal vururam, bunun yanında Ərdəbili də nəzərə alın, Urmiyəni də nəzərə alın, Xoyu da nəzərə alın, Zəncanı da, Qəzini də, Həmədanı da, Ustanların və bunların şəhərlərini də nəzərə alın. Məsələn, misal vururam. Deyər ki, Həsən, sən 10 nəfərinə gedəcəksən filan yerə, milləti də, o məhəllənin adamlarını da çəkəcəksən, filan pasiqahın dövrəsini bağlayacaqsan, oradan onlar çıxanmasın. Onlara deyəcəksən ki, biz sizin əhliyalızın, evinizin adresini bilirik, təslim olmasa, siz bizə vursaz, biz də sizin əhliyalızı vuracaq. Hüseyin, sən də gedəcəksən o birisi pasiqaha, Kazım, sən də gedəcəksən o birisi pasiqaha, Məmməd, sən də gedəcəksən o birisi pasiqaha, sən də gedəcəksən, Məmməd, Nasir, Kazım, Həmid, Hümid, Məhmud, siz də gedin filan padiqanın dövrəsini alın, adamları yığın aparın ora. İndi bunların içində deyəcək ki, məsələn, Yusuf, sən də ged filan kəslərlə ki, sənin əlində işlə, getkinən radio, televizyon al. Və ora girdin, özündən danışmayacaqsan. Milləti çağıracaqsan, onun dövrəsini ala.
oradan qoymayalar bir nizami bir gəlsin, girsin ora. Və girəcəksən, bu yazdıqlarımızı oxuyacaqsan. Məsələn, bu musiqini qoyacaqsan, bunun içində yazırsan ki, bura Təbriz, Güney Azərbaycan Türk Cumhuriyyəti və biz, millətimiz durun ayağa, radyo televizyonu almışıq, pasgahları almışıq, padğanları almışıq, gəlin, qoymayın, bizi tək qoymayın, burada biz haqqımızı 100 ildən sonra, bunları orada deyəcəksən. Bu adam dəqiqən bu bərnamə ilə, hər kəsin o verdiği bərnamə ilə gedəcək. Biri deyək ki, hamı getdi radyoya, mən də gedim radyoya, orada bir müşkül çıxar. Onlar düşmən oradan girər bizim içimizə və bizi yıxar. Yox, hər kəs öz yerində deyəcək ki, mənim məsuliyyətim buranı idarə eləməkdir. O təşkilat belə olar, diqqət buyurun. O adam oradan çıxanmaz və çıxmaq haqqı yoxdur. Çünki bilir, buradan çıxsam, bura bizə bir böyük zərbə vuracaq. Məsələn, o adama deyəcəklər ki, sən xəl-islah eləyəcəksən pasgahı, hər pasgahı. Və bu xəl-islah olan adamları, silahlara, o adamlar ki, aldınız pasgahda, onları silahların əllərindən aldınız, onları öldürməyəcəksiniz, vurmayacaqsınız. Əllərini bağlayın, hamısını yığın otaqlara, qapıları kilitləyin. Bunlar o otağa ki, onların da məsələn bilsimə, nə bilim, telefonaza da əlləri yetişməsin. Üstündə olan telefonları, bilsimləri, zadları da alacaqsınız orada. Yığın bir otağa, qapısını bağlayın. Sonra da o silahlı adamlardan 4-5 nəfəri orada saxlayın, özünüzə səngər qurun. Qalanlara deyin, gedin məsələn padğana, filan padğana, Sipahın padğanına, Bəsicin padğanına, nə bilim, İttilatın padğanına ya filan yerə. Onlar gedəcəklər ora. Diqqət buyurursunuz, beləsi buna deyirlər sazman vermək, təşkilatlandırmaq. Yek mərd cəngi, yek sərbazi sadəsi. Bir nəfər sadə bir sərbazdır. Hər savaşçı özlüyündə bir sərbazdır. Do mərd cəngi, yek cəm'i do nəfəri است. Se mərd cəngi, yek gruh se nəfəri ra təşkil edir. Pəs deyir, ağa, bir nəfər özlüyündə bir nəfər savaşçıdır. Amma o zaman ki, iki oldular, bunlar bir qrup oldular. İndi bunların biri fərmandeh olmalıdır, biri onun əlinin altında işləyəndir. 3 nəfər olanda biri fərmandeh olmalıdır, ikisi. Yenə də qurdular. 4, 5, 10, 100 min, 10 min, 100 min, hamısı bu cürsüdür. Gedir. Hər mərhələdə, indi məsələn deyək ki, hər 5 nəfərdə bir dana fərmandehdir, indi ondan sonra. İkinci 5 nəfərində bir ayrı fərmandehi olacaqdır ki, o fərmandeh, bir dana da bunların ikisinin fərmandehi olacaqdır ki, bu iki qruh əvvələn hər kəsin özünün bir fərmandehi var, onunla işləyəcəkdir. Sonra da onların iki qruhdakı 10 nəfərdə hərəsi 5 qruh bir üçüncü fərmandeh ilə işləyəcəklər. Yəni üçüncü fərmandeh bunlara dəstur verəcək. O üçüncü fərmandeh bir ayrı qruhlarla işləyəcək ki, onların da başında bir ayrı adam vardı. O bunların hamısına dəstur verəcəkdir. Diqqət buyurdunuz necə olur? Beləsi gedir üstə. Bunların adam eləyə bilər ki, çox gözəlcə divarda bunların nəqqaşilərini çəkə görsədə ki, məsələn, bir qruh burada, bir, iki, bunların ikisinin. Bir dənə fərmandehi var başda, 2 dənə də burada bunlar var, bunlar burada yapışır. 2 fərmandeh burada yapışır. Bu 2 fərmandehin üstündə də 8 dənə məsələn qruh var, onların da başındakılar yapışır. Hey bu cürsə görürsünüz ki, üstə gedir. دو نفری و یک گروه یک جمع دو نفری و یک گروه سه نفری دسته 5 نفری یا məcmuə را təşkil میدهند. Bunlar bir dənə 2 nəfəri, bir dənə 3 nəfəri, 5 nəfərlik olar. Tamam. دو جوخه یک بخش و 5 بخش یک دسته را میسازند. Deyir ki, 2 dənə cuxə indi 5 nəfərə dedi bir cuxə də üst-üstə. Yox belə düşünək. Bir bəxş və 5 bəxşidən bir dənə dəstə çıxar. Beləsi dedi. Bu deyir ki, yəni 25 nəfərdən bir dənə dəstə çıxar. Do dəstə yek qruhan. 50 nəfər bir qruhan olar. Əlbəttə qabaqca oxumuşduq da 100 nəfərdən danışır. Bu dedim, buna görə ki, İranda bunlar dəyişdiriblər. Və ordudan da orduya fərq elər. Bir millətdə millət cəmiyyəti azdır, ordular məsələn az adamla dəstə, qurhan, qurdan, tip, ləşkər düzəlir. Bir millətin cəmiyyəti çoxdur, çox adamı yığa bilir və bunlardan məsələn çox adamla bir dəstə tip düzəldə bilir. Bunlar səyyaldır. Yəni sizin əlinizdədir. Neçə nəfərdən bir iş düzəldə bilirsiniz. Do dəstə yek qruhan است. Oxuduq. دو گروهان یک گردان و دو گردان یک هنگ و دو هنگ یک گروه رزمی و دو گروه رزمی یک tip və 2 tip یک ləşkər mesajı. Burada da ki deyir ki, nə cür məsələn bir-birinə bağlarlar. Bunları açdı getdi.
çox da önəm daşımır bizim üçün. Bu əlbəttə biz bunlardan dərs almalıyıq ki, biz nə cür təşkilatlanmalıyıq. Məsələn, indi yenə qeysaq ora deyir ki, 2 qurğandan indi bir dənə hizb olsa, bunun hər 25 nəfəri oldu nə mənə? Bir dənə bəxş. 5 dənə bəxş oldu bir dənə nə mənə? Dəstə. İndi hər bəxş ki 25 dənə qrupdan idi, bu özü bir şey oldu. Bir dənə də bunların başında fərmandeh var. Yəni hər 5 nəfərin bir dənə başında var. İndi o 5 dənə də 5-in başında bir dənə var. Ondan sonra indi 2 dəstə bir-birinə yapışana qurğan olur. 2 dəstə ki, yəni 2 dənə deyək ki 25 dənə 5-in elər yox, üzrən 5 dənə 5-in elər 100 nəfərə girişdirməsin, beləsi elər. 100 nəfər, 2 yüzündə bir dənə başında yenə bir fərmandeh var. Hey bu türsü gedir yuxarıya da, sonra bu tip olur, ləşkər olur, nə olur, gedir üstə. Fərmandeh hər yekəsin əvamil tabi kəsi است ki, در سلسله مراتب müqəddəm است. Deyir ki, bunların fərmandehi o yerdədir ki, daha üstdədir. Hər nə qədər aşağıya gəlsək, aşağıdakı üstdəkindən dəstur alır. O ondan gedir, ta başda bir fərmandeh olur. deyir ki به کسی که بلافاصله پس از وی قرار میگیرد صاحب امر و نهی است. Deyir ki, bu özündən üstdəkinin əmrinə və nəhyinə tabidir. Yəni onun fərmanına qulaq asır. O deyir ki, bu işi gör, görəcək, bu işi görmə, görməyəcək. Bu əmr və nəhy. Nəhy yəni bu işi görmə. Falan yerə getməyəcəksən. Tamam. Falan yerə get. Tutuldu. Vur, vurma. Oxu, oxuma. Yaz, yazma. Orada dur, orada durma. Oradan get, ora getmə. Bunlar əmr və nəhyidir. به کسی که بلافاصله قرار میگیرد صاحب امر و نهی است. هر یک از آنها به نحوی شایسته و بدان گونه که تربیت شده و تمرین دیده است که بتواند لشکری مرکب از 1 میلیون مرد جنگی را درست به همان ترتیب رهبری کند که گویی چند تن را rəhbəri می‌کند. Deyir bunlar elə dövrə görüblər, elə o qədər məşq eləyiblər ki, 1 milyon adamı da elə rəhbərlik elərlər ki, elə ki 4 nəfəri, 3 nəfəri rəhbərlik edirlər. Öz evlərində məsələn uşaqların falanları satları. Mən normalda ordu adamları evlərində də belə bir sistem qurarlar. Demokrasi etiqadları olmaz. Ordunun demokrasi ilə arası olmaz. Ordu demokrasi ilə cür gəlməz. Onun üçün bu nizamlar ki, demokrasilər özləri tənaquzla yaşırlar. Yəni, həm deyir mən demokrasiyəm, həm də bir ordusu var. Olmaz, olmaz. İttilas sistemi də bu cürdür əlbəttə. Bunlarda demokrasi olmaz. Bunlarda yəni demokrasi sistemi özü bir tənaquzun içində yaşır. Özü bir uşağa hamilədir, ya bir əri var, ya bir arvadı var, nə bilim ki, o biri diktatordur, biri demokrasi. Bu sistem, demokrasi sisteminin iradıdır, çünki ehtiyacıdır. Amma inşallah o gün gəlsin, insanlar yetişsinlər bir yerə ki, orada orduya ehtiyac olmasın, sülh olsun, sərhədlər götürülsün. İnsanlar, hər kəs hər nə cür istəyir, o cür yaşasın və o cür tərbiyyət olsun və uşaqların o cür tərbiyyət eləsin. Fərmandehi bər mərdanə cəngi bəsiyar nəzir fərmandehi bər çərtən است. Çoxlu adamlara fərmandehlik, komandalıq olmaq elə bir ki, neçə nəfərə komandansan. Məsələ-i mühüm, əsli məsələ nədir? Məsələ-i mühüm, önəmli məsələ نظم و ترتیب و آمادگی و علائم nizami است. Deyir ki, ərtişdə ən mühüm məsələ, hizbilərdə də ən mühüm məsələ nədir? Biri nəzmidir. Biri tərtibdir. Dedik o silsilə məratib, tərtib budur. Nəzm də budur ki, deyirsən, gəlirlər hamısı, dururlar, gedirlər, orada dur, orada get, oranı vur, oranı yıx, buranı. Bunlar hamısı nəzmidir. Tərtib nədir? Tərtib də silsilə məratibdir. Necə ərtişdə boyu da, insanların boyun da tərtibinə qoyarlar. Yəni, məsələn, əvvəldə kiçikdən böyüyə, ya böyükdən, yəni uzundan qıssa adama, ya qıssadan uzun adama düzərlər. Amadəci. Bunlar həmişə savaşa hazır olarlar. Milli fəal, Azərbaycançı millətçi gərək həmişə bir ləhzə hazır olmamış olmayıb. Hər ləhzə hazır ola savaşa.
Əlaim-i Nizami də dostlar bir dərəcələrdir. Bunlar çox mühümdür. Əl üstündə olur indi İranda, burada olur və burada olur. Bir də burada olur. Paltarın üstündə olur. Bu əlaimlər. Bir də Əlaim-i Nizami özü ərtəş adamları başlayır. Bura girmə, bura gir. Burada tüfək var, burada inficar məsələləri var. Burada, yəni biri də necə caddədə maşın sürürsüz, əlaim var caddədə, yol əlamətləri. Eyni ordunun da özünə məxsus bir əlamətləri var. Məsələn, bir dənə tablo qoyub, bura min qoyubdur. Mümkün mən ondan başlatmayam. Amma onu ordu başlatır. Bura min vardır. Burada bomb vardır. Burada, məsələn, ordugah, istirahət ordugahıdır. Ya bəzi əlaimlər qoyarlar ki, düşməni tovlayələr. Tovlamaq da özünün bir əlamətləri var. Bunları qoyarlar, məsələn, tovlarlar. Deyək, məsələn, bu kalço deyirlər ha. Bu kalço ilə tank düzəldir, ya top düzəldir, düzür çölə. Düşmən onu göydən baxanda, mahvarədən baxanda silah görür. Bunlar çox mühümdür. Bunlar əlaimdir. Müsəlləmən vəqti əfrad ləşkər besiyarən در مکان وسیع göstərdi میشود. O zaman ki adam çox olur, təbii ki çox böyük bir yerlərdə olur. Da bir ev kimi kiçik bir yerdə hamını görərsiniz. چشم گوش هیچ کدام دوردست را به اندازه کافی نمیتواند دید. Onların heç birisinin, çünki çox adamlar və çox yekə böyük yerdədirlər, onlar heç birisinin gözü hər yeri görə bilməz və uzaq yerləri əslən görə bilməz. فرمان پیشروی و دستور نبرد در حال عقب نشینی به کمک پرچم و بیرق به افسران و افراد منتقل می شود. Qədim zamanlar belə idi ki, məsələn, bir şeypur çalırdılar, zırna deyək, çalırdı. Bunu məsələn 2 dəfə çalanda düdüddüd həmlə elə. Məsələn 3 dəfə çalanda düdüddüd qeyd dalıya. Məsələn deyirəm, bu əlamətdir orduda. Ya məsələn deyirdi ki, bayrağı məsələn dik tutanda şey eləyəcəksiniz, həmlə eləyəcəksiniz. Ya qabağa əyəndə həmlə eləyəcəksiniz. Fırladanda mühasirə eləyəcəksiniz. Məsələn deyirəm ha. Bayrağı görməyəndə qeydəcəksiniz dalıya. Məsələn, yatanda, bayrağı yatırdanda ya görməyəndə qeydəcəksiniz dalıya. Bunlar əlamətlər idi. Qədim əlamətlər belə idi. İndi hamısı bunlar keçiblər bisimə, yazıya, telefona. Bunlar onlardan gəlir və çox biraz bunlar rahatlaşıblar. Amma yenə də var. Yəni bunda deyək. Elə indi də bu cür deyil. Sərbaz qabaqdadır. Buna bisim vermirsən ki, hamısını yoxudur. Yenə də elə mümkündür ki, bisimlə bir səs qoyursan, ya nə bilim ajiri xətər qoyursan. İndi məsələn ajiri xətər var. O ajiri salanda hamı geçsin, gizlənsin məsələn. Bu hamıya da bunu öyrədilir. و فرمان تغییر موضع و راحت باش را با زنگ و صدای تبل میدهند. Deyir ki, o zaman qədim zamanlarda rahat ol, istirahət, yəni savaşma, istirahət eləsən. Bu dəstə istirahət eləsin, o birisi savaşsın. Nə bilim, nahar ye, şam ye, yat, dur. Bunları da hamısını şeypurla, təbl ilə elərdilər. Qədim. می‌بینیم که در این ترتیب کار نه شجاعان نه به تنهایی پیشروی می‌کند و نه دسته نظامی خواهد بود. Deyir belə olsa, görəcək ki, şuca insanlar təhcanla savaşmayacaqlar, yəni hamısı birdən savaşacaq. Və nə də ki, hamısı birdən qaçacaqlar, ya təhdə qaçacaqlar. Yox, onlar hamısı bahəm işləyirlər. 71-ci səhifədən oxuyaq. با عملیات قوای فوق‌العاده و یا قوای عادی میتوان تهاجم دشمن را تحمل کرد بیان که ارتش شکست بخورد. Deyir ki, məmuli ordu, 2 cürə ordu var. Bir zəxirə ya poştibani, bir də məsələn əsli. Deyir ki, o əslilər indi məmuli yəni savaşırlar. Siz eləyə bilərsiniz ki, bunlar özləri. O poştibani ya dalda himayət edən ordu gələ ya gəlməyə. Bunların savaşmaq gücü var. Savaşacaqlar. O da gələcək. İndi düşməni sındıra da bilərlər, ya düşmən həmləsi qabağında dayana da bilərlər. Və şikəst yeməzlər. Eləyə bilər ki, şikəst yeməsin. İndi məsələn Ukrayna baxsaz, dəqiqən belədir. Düşmən həmlə eləyir. Bunlar
mümkündür Amerikalılar, Avropalılar onlara bir şey göndərərlər ya göndərmir. Amma onlar savaşırlar, hələ şikəst də yeməyiblər. Düzdür, nəqşiyə baxanda indi mən Türkiyənin televizyonda nəqşilərə baxanda görürəm ki, üst-üstə demək olar ki, Ukrayna elə mühasirə ediblər ki, ora silahsız aparmaq dahi mümkün olmayacaqdır. Dənizdən olmayacaqdır, torpaqdan olmayacaqdır və fəqət qalır göydən ki, onda Rusiya vura bilər məsələn. نیرویی که با قلب دشمن روبرو می شود نیروی عادی است. O ki düşmənin qəlbinə, ortasına girir, o məmuli bir gücdür. Və نیرویی که با دشمن در جناح درگیر می شود sağında, solunda girir, o da nədir? نیروی فوق‌العاده‌dir. İzafə نیروdur. هیچ فرماندهی نمیتواند بدون استفاده از قوای فوق‌العاده امتیازی از دشمن بگیرد. Deyir ki, heç bir fərmandeh nə qədər stratejist olur olsun, əgər fövqəladə, yəni sağ-sol güclərdən istifadə eləməsə, faydalanmasa, eləyə bilməz düşməni sındıra. Bunu indi bizə nə deyir? Baxın, diqqət buyurun. Bizim əsli düşmənimiz Farsdır və bunun mərkəzi feilən Tehrandadır. Biz əgər istəyək bu düşməni aradan aparaq, gərək əvvəl buna Tehrana hücum eləyək. Amma bu Tehrana hücum eləyək, fəqət Təbrizdən həmlə eləsəz, olmaz. Gərək heç olmasa Qumdan, Sabədən, nə bilim, o birisi yerlərdən də, Şimaldan, Türkmən, Səhradan gələr. Onlar da gələrlər ki, bu burada bir cibhədə savaşmıyor, beləsi deyil. Bir cibhədə savaşda olmaz. Gərək Kürdləri bir tərəfdən yücürdəsən, Türkmənlərə bir tərəfdən deyəsən, savaşa girin, Bəluçlara bir tərəfdən girin. Bu cürsün, düşməni gərək neçə tərəfdən gedəsən, yoxsa düşməni sındırmaq olmaz. Üzbəyüzə. İndi fikir edin ki, biz 2 nəfəruq, 4 nəfərindən 5 nəfərin istəyirik savaşaq. Küçədə. Fərz buyurun. Onların da əlində ağac var, bizim də əlimizdə ağac var. Əgər üzbəyüz geçsək, onlar da bizim qabağımızdadır. Bizdən də çoxdular. Amma əgər indi bizdən bir 2 nəfər sağdan gələ, 2 nəfər soldan, 2 nəfər daldan. Düşmən də 5 nəfərdir. Biz əvvələn olduq 8 nəfər. İkinci, onlar hangi tərəfindən savaşsınlar? Düşməni bu cürsü şey eləməliyik. Huyen hissi bu da bir Çinli adama bənzir. Mən kari میکنم belə deyibdir. Mən kari میکنم ki düşmən نیروی عادیم را به جای نیروی فوق‌العاده میگیرد. Bu deyibdir. Mən elə bir iş görərəm ki, düşmən mənim adi نیروmu ki ona üzbəyüz həmlə eləyir, desin bəlkə elə mənim var yox gücüm budur. Sonra nə edərəm? Və quvay fövqəladən də adi tərəqqi کنند və o desin bəlkə elə mənim fövqəladən gücüm ki sağdan, soldan, arxadan həmlə eləyə bilər. Niyə arxadan həmlə eləmirlər? Normalda buna görə ki deyirlər düşmən bunları mühasirə eləyə bilər. Amma o çox böyük bir şeydir ki, biz eləyə bilərik düşməni bir arxadan da, xüsusən şəhər savasında biz düşməni arxadan da həmlə eləyə bilirik. İndi deyir ki, o elə bilsin ki, elə bizim var yox gücümüz bu 2 nəfərdir, üzbəyüz savaşacağıq. Nə olur bu halətdə? Görün nə cür bir iş görürəm ki, düşmən bunu bilmir. Casusu ola bilmir ki, mənim sağdan, soldan və arxadan gələn gücüm var. Əlavə bər این قوای عادی میتواند به صورت نیروی فوق‌العاده درآید. Eyni halda ki, mən indi burada əvəzin ki, o cür bir iş görürəm, bu stratejini də götürürəm. 8 nəfər ki var, bunu yığıram qabağa. Sonra düşmənə həmlə eləyəndə bunlara demişəm ki, mən əlimi belə eləyəndə siz bunu mühasirə edin. Ya əlimi belə eləyəndə siz gedin bunu mühasirə edin, sağdan, soldan. Bunlar buradan gedirlər sağa, sola. Düşmən daha mənlə üzbəyüz tək qalanmır, naçardır çönsün, bölünür, bölünəndə sınır. Və bərəks analiz mümkün است. Bunun tərsəsi də mümkündür. Bərəks tərsə. Tərsəsi də bu cürdür ki, indi biz 4 tərəfdən bunu mühasirə elədik deyək. Adamlarımız getdi bundan savaşırıq. Mən demişəm bunlara, hər vaxt məsələn mən əlimi deməyək. Məsələn beləsi, hər vaxt dedim ki 1, 2, 3, onda siz gəlin qabağa. Elə orada da deyirəm 1, 2, 3 hamı gəlir qabağa və qabaqdan bunu yenə vururuq. Məsələn bunu deyir ki, yəni bizdə belə bir orduda belə bir imkan var. Dördüncüyə yetişir. Kal leşkeriانی که مانند سنگ آسیا در برابر شیشه به مقابله با دشمن برمیخیزند مثالی از عملیات توده آسا است. Deyir ki, leşkerin işi dəyirman daşına bənzir. Dəyirman daşı bilirsiniz da üstdəki tərpənir, altdakı sabitdir.
dəyirman daşını. Altdakı yerində oturubdur, möhkəmdir, tərpəşməz, üstdəki tərpəşir. Bir dənə ləşkər belə. Düşmən buğduya bənzir ki, ya bir dənə bənzir ki, tökəsiz buna və bunu əzəsiz orada. Düşmən belədir. Deyir ki, beləsidir. Elə bilin ki, deyir, şüşəni tökəsiz onun içində. Mən dənə misal vurdum. Şüşəni tökəsiz onun içində və bu orada onu əzə daşır. Bu çox rahatdır. Yəni, nədir olursun, dənə olsun, hər nə olursun, düşmən əzə bilər. در برابر آنچه بیش از هر چیز ناپایدار و نااستوار است آنچه را محکمتر و استوارتر از هر چیز است به کار بیندازید. İndi deyir, düşmən hərəkətdədir, ya məsələn, deyirsiniz, onun qabağında o gücüzü ki, əslidir, onu işlədi. O şey ki, çox şeydir, məsələn, deyək ki, ərtəş çox o üzbüyüzə qaçır. Siz bu fürsətdən istifadə edin, o qaçanı döyün. Deyir, o ki, hərəkətdədir, onu vurmaq daha rahatdır. Ta o ki, durubdur və sizi gözlür ki, gələsiz. Bəs bir iş görəcəksiniz, düşmən bölünsün. Məsələn, xiyabanlarda. Sərbazlar, pasigahın niruları, ya polisin, ya hər kəsin, onları böləcəksiniz. Birazın bu tərəfə, birazın bu tərəfə, sonra salacaqsınız, mühasirəyə dörd tərəfdən xəl silah edəcəksiniz. 5. در کارزار قاعده عمومی این است که نیروی عادی را برای درگیری به کار بگیرند و از قوای فوق‌العاده به منظور پیروزی نهایی استفاده کنند. Savaşda budur ki, iki yerə bölürsən gücü. Bir hissəsi fövqəladadır, sağdan, soldan, arxadan həmlə eləyəndir. Bir hissəsi də savaşa girəndir. Bu savaşa girənlər girirlər, düşmənlə savaşırlar, sonra məsələn atca dalıya çəkilirlər. Sonra bu dövrədə o fövqəladə gücün gedir onları mühasirə edir və siz də qeydirsiniz. İndi üç tərəfdən düşməni gətirdiniz, öz aranıza və vurdunuz. İndi rahbeymalıq eləyirik, məsələn, şəhərdə, bazar ağzını deyirik, birdən, məsələn, Gəcilə tərəf, ya Əminə tərəf, ya Şəhəda meydanına tərəf, fərmandarıya üstəridir, dalı otururuq, çəkilirik. Onlar da motorla, qaça-qaça, piyada gəlirlər bizim dalımıza. Nə edirik? İndi o birisi nirularımız ki, məsələn, bazar ağzında idilər, Rasusa küçədə idilər, bunlar çıxırlar, bölürlər bunlar. Qaldı hərəsi 10 dana, 20 nəfər bizim aramızda. İndi biz 500 nəfər, onlar 20 nəfərdirlər. Və motor üstündədirlər. Qaçmaq istəyirlər, canlarından qorxurlar. Amma biz oraya getmişik, biz bilirik nəyə getmişik. Biz çoxuq, onlar azdır. Düzdür, onların əllərində tüfək var. Amma birinin əli motordan yapışıbdır, ötürə bilməz. Birinin də əli qabaqdakından yapışıb ki, yıxılmasın, ya əlində bir dana da əlində silah var. Heç iş görə bilməz. O fəqət qorxu yapır. Ya batum var əlində. Sən də onu kafidir, bir dənə təpik vurasan o motora, gedəcək. Ya bimix atasan ora, pəncər ola yıxılar. Ya yağ töhümsən ora, maşın yağı onun üstündə zülləyəcək, yıxılacaq. Və qutuldu. O ordu sındı getdi. Amma kafidir ki, biz hamımız bunları bilək. Deyir ki, fövqəladə güclərimizdən son və piruzluğu, zəfəri qazanmaq üçün istifadə edirik. Dedim, qaçırıq dalıya, onlar girirlər ortaya, bizim o nirularımız ki, sağda soldadır, onlar gəlirlər, salırıq bunları ortaya və qutardı. 6. کسانی که در استفاده از نیروی فوق‌العاده خبره‌اند منابعشان نظیر آسمان‌ها و زمین نامحدود و همانند امواج رودخانه‌ها بزرگ tamam naşudəni است. Deyir, onlar ki, eləyə bilərlər. Fövqəladə insanlardan istifadə eləyələr, güclərindən istifadə eləyələr. Deyir, bunlar buna gəncir ki, bunların əlində olan imkanlar göylərcan və yerlərcandır və bunların hücumu, dalbadal gedib bu düşməni salıb ortaya vurmaq, elə bir ki, dəryada, dənizdə mövcudur, dalğalardır ki, gəlir və sahilə çıxır, ya çıxır bu adamları əsir, ya gəmini aşırır. Dostlar, mən istəyirəm ki, elə burada qoyam qalsın, nəzərimə gəlir ki, elə burada qoysaq daha da fikirəm qurtulur bərnamə. 7-ci bəndidə qoyduq qalsın. Sabahları ömür olsa davam verərik. Sağ olun, sağ qalın.